Necəsiniz? Kanalıma hepiniz hoş geldiniz. Bugün sizlerle birlikte iPhone 16 açırıq. Çəhrayı rəngi. Oy. Səhərdə saat 2-dən düz. İndi saat 19:11-dir. İndiyə kimi bununla əlləşirəm, yəni. Belə. Mən iPhone 16 çəhrayı rəngi həmişə istəmişəm. Əslində mavisi də qəşəngdir. Mavisini də istəyirəm. Amma elə ki budur. İndi buradan açaq. Bu yerində durmur yaxşı. Ona görə bunu açaq. Olmadı ama bu olacaq. Tamam. Sanmayayım. Çünkü səhərdə bundan əlləşirəm. Hazırsınız? Ama için şey düzəldənmədim bataryasını. Onu ümumiyyətlə eləyənmədim. Üstümə şey eləmişəm. Bir şey diyeceğim ama düzelttiğim daha pisdir bunun. Bunu daha qəşəng çəkmişəm. Göstərirəm. 1, 2, 3. Dadam. iPhone 16. Oy. Baxın belə. Əslində iPhone 17 də düzəldə bilərdim. Təzəsi çıxıb mənə direktə. Amma ondan xoşum gəlmədi düzündəyəm. Məncə çox da güzel görsənmir. Elə ən gözəl iPhone-un elə bil ki neçəsi, hansısa bir rəqəm olaraq iPhone 16 qəşəngdir məncə. Prosuz, Mac Prosuz və ya Pro Max-sız necə iPhone 16. Bunun yaddaşını yazmamışam, amma yaxşıdır da yəqin ki yaddaş, heç araşdırmamışam. Bu arada bu həmişə bunun içini mən şey doldururdum. Nədir onun adı? Süngər doldururdum, amma indi içine pingvin doldurmuşam. Pingvin əslində qəşəng olur. 3 ya da 4 tane içinde pingvin olmalı. Ona görə biraz tam kıvamı tutturamıram da ki pingvində. Çünki təzə başlamışam. Və bilirsiniz niyə pingvin qoydum? Çünki şeyim qurtarmışdı. Squishy şeyim. Buradan bunu tutup atacağıq. Bunu belki yapıştırıp təzədən düzəldərəm. Əvvəl blend boxları nətəydi o? Blend box idi, blend box. Neysə də bildiniz. Onlardan düzəldirdim. 2 dənəsini düzəltdim, amma hələ də gözləyirəm. 15 like də gəlməlidir ona ki düzəldim. Oy, hazırsınız? Açıram. Açdım. Oy, təzən açaq. 1, 2, 3. Hatta o soğuk burası. Siz de yorumlara sevdiğiniz iPhone markasını yazın. iPhone markası neymiş? iPhone öz markada. Hansını sevirsinizsə onu yazın. Mən iPhone 6 çəhrayı rəngi sevirəm. Əslində bunu kabroda düzəldəcəydim, amma çatdırmadım. Elə ev səssizliklə dedim çəkim. Böyle. Kutusunda elə bir ki bunu bir dəfəyə hazırlamışam kutunu. Bunu 2 dəfəyə hazırlamışam, boyunu tutturamamışdım. Bunu da 2 ya da 3 dəfəyə hazırlamışam. Yox, 2 dəfəyə hazırlamışam. Böyle. Yəni içinə 2 dəfə pingvin doldurmamışam da, sadəcə şey eləmişəm. 2 dəfə süs şəklini çəkmişəm. İnşallah qəşəng olub, siz də bəyənərsiniz. Bunu təzədən yapışdıracağım üstünə. Bir də açmasın, amma bunu videoda etməyəcəm. Videomu bəyəndirsə kanalıma abunə olub, like atıb, yorum yazmayı unutmayın. Sağ olun.